və həmçinin başqa bir səbəb, barakallahu fikum, qəlblərin yumuşalması üçün çoxlu sayda gecə-gündüz dayanmadan istiğfar etmək. Dayanmadan. Estağfirullah və etûbü ileyh. Yəni, gecə-gündüz. Bunu çalışıb, belə deyək də, özümüz üçün elə ibadətə çevirməliyik ki, o ibadətlər ki, tərk olunmur. Mən demirəm ki, bunu fərzləşdirək 5 vaxt namaz kimi, ona yaxın bir ibadət etmək lazım, həqiqətən. Bir də nə cür istiğfar etmək? İstiğfar etmək bir var dildə, estağfirullah, dillə, bir də var nədir? Qəlbin. Bizlərdən birimiz etdiyimiz o günahları, Allah bağışlasamızı, gizlidə başlayan olan günahları, yəni gözümüzün qabağına yıxdırıb Allahdan istiğfar diləmək, bağışlama diləmək. Yəni, Allaha ciddi şəkildə nədir? Tövbə etmək. Estağfirullah, estağfirullah, estağfirullah. Yəni, Allahın Subhanahu Teala'nın əzəmətini fikirləşərək, tazim edərək, fikirləşərək ki, Allah Subhanahu Teala yerlərin və göylərin sahibidir, Allah var. Allah bu cürə böyük məxluqların sahibidir. Heç yaraşarmı ki, bizə Allaha qarşı günah edək? Bu şeyləri fikirləşib insan nə etməlidir? Allahı tazim edərlər, əzəmətləşdirə qəlbində estağfirullah, estağfirullah. O sınıq qəlblə, qırıq qəlblə. O qəlb ki, subhanallah, elə bir vəziyyətə çalmaq lazımdır ki, istiğfar o qəlbə təsir etsin. İstiğfar qəlbə təsir etmirsə, Allah qorusun.